Qarabağ və Şərqi Zəngəzurda yeni milli parklar yaradılacaq. Bu barədə ARB 24 və Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmailov məlumat verib. Nazir bildirib ki, ölkədə müxtəlifliyin qorunması və ekoloji balansın bərpası istiqamətində əməli addımlar atılır. Yeni milli parkların yaradılması prosesində azad olunmuş ərazilərdə gələcəkdə yaşayış yerlərinin salınması, otlaq sahələri ilə bağlı məsələlər də diqqət edilir. İzləyək. Bölgə aparmışıq iqtisadi zonalar üzrə, Qarabağ iqtisadi zonası üzrə, Şərqi Zəngəzur iqtisadi zonası üzrə və mən hesab edirəm ki, yaxın gələcəkdə biz yeni milli park yaradılmasının şahidi olacağıq. Hansı ki 10.000 hektarlarla ərazini əhatə edəcəkdir. Çox böyük ərazilərdir. Ərazilərin seçilməsi zamanı biz əsasən çalışdıq daha çox təbiətin zənginliyi mövcud olan, heyvanat aləminin müxtəlifliyi ilə seçilən əraziləri əhatə edək. Eyni zamanda da milli parklarla bağlı qanunvericilikdə mövcud məhdudiyyətlər də nəzərə alınır. Biz çalışırıq ki, gələcəkdə əhalimiz həmin ərazilərə köçdükdə onlar üçün örüş əraziləri də qalsın, əkin üçün ərazilərə maksimum toxunmayaq. Bu sahədə işlər davam edir. Mən hesab edirəm ki, yaxın gələcəkdə biz artıq ilk milli parkımızın yaradılmasının həmin ərazilərdə şahidi olacağıq.